Əsl odur ki, baş sağlığı vermək olar. Əsl odur ki, baş sağlığı vermək olar. Həmçinin də baş sağlığı vermək insanın yaxınlarına, tanıdıqlarına, qohum-əqrabaya bu qohum-əqraba əlaqələrini möhkəmləndirməyin səbəblərindəndir. Müddətinə gəldikdə isə, neçə gün ərzində baş sağlığı verə bilərsən, bu məsələdə Əhl-i-Sünnə vəl-Cəmaənin arasında iki dənə rəy var, məşhur rəy. Birinci rəy odur ki, baş sağlığı müddəti 3 gün ərzində, dəfn etdikdən sonra 3 gün ərzində olmalıdır. Yəni 3 gün vaxtı var. Bu vaxtda nə vaxt istəsən gedib baş sağlığı verə bilərsən. Bu birinci rəydir. Deyirlər, lakin kim səfərdə olarsa, orada yəni ki 3 gün ərzində baş sağlığı vermiş olmazsa, o gələndən sonra baş sağlığı verir. Ən məşhur, yəni bir çox Hənəfi alimlərindən, xüsusən bu Hənəfilərdədir, həmçinin Maliki alimlərin bir çox da bu rəydədir. Müasirlərdən Şeyx İbn Ütheymin rahmehullah da bu rəydədir. Yas məsələsindən, həmçinin ilgili olan məsələlərdən, məsələ zövcədirsə, ölən adamın arvadıdırsa, ona lazım olan 4 ay 10 gündür, əgər hamilə deyilsə. 4 ay 10 gün geyinib keçinməyi, bəzənməyi, düzənməyi tərk eləməlidir. Əgər hamilədirsə, doğana kimi yasta olmalıdır. Başqalarına isə gəldikdə 3 gün. Bu birinci rəydir. İkinci rəy də var. Yəni ki, baş sağlığı verməyin, yəni yasın və yaxud da baş sağlığı verməyin müəyyən bir günü yoxdur. Yəni şəriətdə müəyyən bir hədd gəlməyib ki, bundan artıq olsa baş sağlığı vermək olmaz. Bu da bir çox Şafii alimlərinin və Həmbəli alimlərinin rəyidir. Və Şeyxülislam İbn Teymiyyə rahmehullah da bu rəydədir ki, necə ki İbn-i-Muflih rahmehullah gətirir Şeyxülislamdan ki, Şeyxülislam deyir, sünnədə baş sağlığı vermək üçün müəyyən günlər təyin olunmamışdır. Həmçinin İmam-ı Nəvavi rahmehullah bunu zikr eləyir. Müasir alimlərdən Şeyx İbn Baz rahmehullah, həmçinin Şeyx Albani rahmehullah və həmçinin Ləcnənin alimləri umumən o görüşdədirlər ki, müəyyən gün qoyulmamışdır. Nə zaman insan istəsə baş sağlığı verə bilər. Qaldı gedərkən ora, əgər sənə çay təqdim olunarsa, əsl odur ki, belə şeylərdə, sünnədə varid olan odur ki, bir adamın ölüsü oldusa, yas oldusa, onun qonşuları, qohumları təqdim eləməlidir qonaqlara yemək içmək ki, hətta ev sahibi, ölü sahibi bu işlərlə məşğul olmasın. Amma bugün müsibət oradadır ki, yəni toy məclislərdən yas məclisləri seçilmir. Yeməyin növləri, hətta insanların belə yemək içmək üçün rəğbətlə ora getməkləri, yəni ölünün yası qalır bir tərəfdə, ölü sahibi fikirləşdiyi şey, buna nə ət mi alsın, buna nə bilim meyvələr mi alsın, buna yəni ki, süfrəni hazırlamaq üçün nə qədər xərc çəkməlidir. Ölü yasını unudur, onu necə hazırlasın, necə təşkil etsin, necə təmin etsin, bunların düşüncəsi ilə yorulur. Bu da təbii ki, müsibətdir. Elhamdülillah, İslam insanlardan, yəni ki, ağırlığı, insanlardan faydasız şeylər həmişə götürür və dəf eləyir. Əsl odur ki, yəni bu şeylər olmamalıdır. Əgər müsafirlər olsa, qıraq yerdən gələnlər olsa, qohum əqrabası onlara yemək içmək təqdim eləməlidir ki, hətta ölü sahibi və yaxud da yas sahibi öz yasını tutsun. Ora getdiyin zaman baş sağlığı, yəni çay təqdim olunarsa, o deməkdir ki, çay təqdim eləmək haramdır və yaxud da içmək olmaz. Amma əsas problem hardadır? Yəni, ehsan vermək olarmı, ehsan vermək olmazmı? Təbii ki, İslamda ehsan söhbəti yoxdur. Ona görə mənim tövsiyəm odur ki, getdinsə baş sağlığı verməyə, baş sağlığı ver, biraz otur, yemək içməkdən uzaq dur. Yəni, hətta belə şeyləri təşviq eləməyəsən başqalarına. Və oradan baş sağlığını ver, biraz otur və çıx gəlginən. Tövsiyəm budur. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.